Herkese salam. İyun ayında geçen bir yağışlı vlogla başlamaq istəyirəm, amma birazdan gün çıxacaq. Mən də bunun həvəsinə istəyirəm özümə də kofe eləyim. Kofemi balıqlarımla içəcəm. Birazdan onlara yemək verəcəm, görərsiniz necə yeyirlər. Onları da Starbucks xəssəs eləmişəm. Bir damcı, bax buradan belə bir damcı belə götürürük. Bax gördüyünüz kimi bir damcı. Biraz orxideyalarıma baxın. Görək inşallah necə olur. Kitablarıma da baxın. Kitab bir xəstəsi olaraq bu mənim ən sevdiyim bir güşəmdir deyərdim. Sizin sağlığınıza. Burada isə biraz kofemi içə-içə köhnə vloqlarıma baxdım. Ümumiyyətlə çox sevirəm vloqlarıma baxmağı. Çünki o xatirələrə dalıram və o günlərə heç vaxt qayıda bilməyəcəm. Amma vloqlar vasitəsilə o günlərə qayıdıram və çox zövq alıram bir sözlə. Məncə sizlər də hamınız belə gündəlik bir vloqlar çəkə bilərsiniz özünüz üçün. Mən ümumiyyətlə bu YouTube-da irəli getmək elə düşüncəsində deyiləm də, yəni sırf özümə görə çəkirəm hər birini. İzləyən olsa, amma takib atan olsa, yəni takib olan olsa sevinərəm əlbəttə ki, amma yenə də əsas özüməm demək olar ki. İndi isə ev işlərinə davam. Qulluq elədim, deyirəm sizlər də bölüşün biləsiniz. İvrəşədən belə nanəli üz yuma gel istifadə elədim. Çox qəşəng üz təmizləyir, razıyam. Ardından belə bir maska istifadə elədim. Bu seriya aiddir, nanəlidir bu da. 10 dəqiqə zat belə üzdə qalır, 15 dəqiqə. Sonra belə bir kağız maska istifadə elədim. Bunu niyə görə təzədən qoydum? Çünki mən belə maskaları artı bir iki dəfə istifadə edirəm, üç dəfə istifadə edirəm. Çünki içərisində nəmli qalır maska, yəni o kağızı. Onu yəni yenidən istifadə eləmək olar. Əgər üz təmizsə əlbəttə ki, yəni bu isə heç də maskanı yumaq üçün istifadə edirəm bu süngəri. Bir də 2 dənə belə bir maska almışdım. Onu da sizə göstərim. Zeytunlu almışam, bir də narlı almışam. İşlətdikcə fikrimi bölüşərəm. Olduğuna görə mən yemək yiyəcəm. Uşaqlarım amma səhər yemək yiyir. Çünki yoxdan hələ indi durublar. İndi isə kinoya baxacağım. Uzaq şəhər. Qablarımı yudum və indi isə keçid edirəm. Salat eləmək istəyirəm. Salat isə tuna balığı salatıdır. Bu da suda islatacağım ki, mən bazara gedib alışveriş yerinə qədər onlar da biraz özünə gəlsinlər. Əlindəki qırığı göstər. Mən bazara getdim, gəldim. Bazara getməmişdən qabaq kisiçkalarımı yumuşdum, qoymuşdum qurumağa. Artıq quruyublar. Bazardan nələr aldım? Çiyələk aldım, 2 manatlıq. Belə iri çiyələklər idi gördüyünüz kimi. Əslində 1.50 idi. Mən amma 2 manatlıq aldım. Daha sonra
Qarğıdalı aldım. Qarğıdalılar artıq 50 qəpiyə olub. 50 qəpiklik qarğıdalı da belə aldım. 6 dənə almışam. Aldım. Əliklər də 2 manat idi. Belə. Elə 2 manat aldım 1 kilo. Şaftalı aldım. O da 1.50 idi. Mən də elə 2 manatlıq götürdüm. Belə şaftalılardı. Ayda. Biraz bəziləri yumuşaqdı, amma olsun, eyb yox, tez yeyərik. Bir tuna balıq aldım. 2 dənəsinə 7 manat, 8 manat civarı pul verdim. İndi salat edəcəm və sizlə də paylaşacağım salatı. Belə bir qabda. Bunun salatı çox dadlı olur. Və içməyə yaydı deyə sərinləşdirici fanta aldım. Exotic. Və roz bardov rəngini almışdım. Bu dəfə də belə bir yaşlı rəngini aldım. Bir də belə göy rəngini aldım. Yenə alamağı düşünürəm. Çünki qəşəng rəngləri var. Mənim bazarlığım belə oldu. Bazardan gələndən sonra meyvələri yudum. Sonra tuna salatını elədim. Tuna salatının linkini qoyuram aşağıda, baxarsınız necə hazırlanır. Qarğıdalıları qəşəng bişirdik. Bir yerdə ailəmlə dadına baxdıq. Axşamüstü isə Starbucks-a getdim. Çoxdan Starbucks-a getmək istirdim və latte içdim. Və içkini sizlərlə paylaşıram. Çox dadlıydı. Geçsəz mütləq sizə dadım. Qiyməti isə hardasa bir 10-11 manat olardı. Çox bahadır, düzdür, amma arada bir gedirəm. Elə insanlar var ki, hər gün gedir, amma mən isə ayda ildə bir dəfə gedirəm Starbucks-a. Amma Starbucks-ı çox sevirəm həqiqətən də. Qiymətinə dəyər bir içkilər var orada. Hal-hazırda fəslə uyğun belə bir stakançik gəlmiş Starbucks-a. Qiyməti 7 manat idi. Bunu da aldım. Ona görə də ekranda qoyuram ki, siz də baxasınız. Hal-hazırda oxuduğum kitabı istədim sizlərlə də bölüşüm. Edith Nesbit Dəmir Yolu Uşaqları. Çünki məni izləyənlər bilirəm ki, kitaba daha çox maraq göstərirlər. Ümumiyyətlə kitab haqqında çalışacağım, daha çox vloqlar çəkim. Düzdür, bu vloqumda elə də çox kitab olmadı, amma olsun. İndi oxuyum, bitirim. Bu kitab haqqında da biraz statlar paylaşacağım sizlərlə. Artıq vloqum tamamlanır. Sona qədər əgər izlədinizsə, mənə dəstək olun. Ürəklərinizi qoyun. Dəstək olmasanız da eybi yoxdur. Yəni də sağ olun. Təşəkkürlər izlədiyiniz üçün.